Deməli bir müddət bundan öncə, daha doğrusu indi hal-hazırda demək olar ki də, info@asan.gov.az-dan mənə belə bir kommunet получателdən gəlib PDF formatda. Mən təbii ki bunu yükləməyəcəm. Çünki dəfələrlə var ha, dəfələrlə. Mənim mobil cihazıma axmaq SMS-lər, bank ünvanları, giz-giz şeylər və hətta bu cinayətkar dəstənin paralel olaraq cinayətlərindən də biri əsas şeydir axı bizdə. Narkotik alveri və belə deyək də, narkotik alveri də əsas bunlarda və silah alveri də kiber cinayətkarlar paralel olaraq. Və belə yazılıb DK işçi qrupu. Birlikdə mübarizə aparaq. 802 qaynar xətti var. Yəni ki, belə bir şey yoxdur. Bu qondarma bir yaradılmış bir şeydir. Paralel olaraq da ki, paralel olaraq da, yəni belə qondarma şeylər çox yaradılıb. Misal üçün, mənim universitetə oxumağa qoymadılar deyə, buradan SS Engineering var. Bu var ha. Bunu məhz bir dənə mən üçün yaradıblar. Akademi deyilən bir şey var ha, hal-hazırda. Çünki bu adamlar mənə vaxt təhsil almağa qoymadılar, bir növ bəraət gətirirlər. Əlavə olaraq da ki, kursa getməyim, mənim xəyanətkar əskər yoldaşım o da qeyb qoşulub Vahabilərə. Vüsal adında biri var. O, axmağın bir axmaq. Yəni bunlar hamısı oyunlardır mənim əzizlərim. Hamısının sözün bu rəhmin yazmağı, imkan olsa mənə zəng bax. Salam, zəng elə bilərsiniz. Danışığın başlamağına fikir verin hamısına. Deməli, hər dəfəsində danışmaq istəyir. Durduq yer danışmaq istəyir. Salam başlayır. Yəqin ki, çıxardacaqlar nəmlənə. Salam necəsən? Mən hər etmə görüş axtarım. Yəni bu rəhimlə adi yazışmalar zətlər. Bunlar hamısı belə deyək də, cinayət izlərinin itirilməsi ilə bağlı olan. Adım Salih Kubinka kondisioner. Bizim bu Əbdülvahab xüsusi xidmətdə işləyən, narkotik dövrəsinə görə rüşvət alanda, küllü miqdarda narkotik dövrəsinə görə rüşvət alanda, həmən rüşvətdən istifadə elədi, belə deyək də, Əsəd müəllimdən istifadə elədi, Əsəddən. Bu Əsəd MLC-in, Əsəd artıq böyük ehtimal məşğəlində, Vasif Əsədin işçisidir, yəni bunlar Əsəd müəllim bu onun işçisidir. Əsəd müəllim, yəni bu adamlardan istifadə elədi narkotik dövrəsinə görə. Və paralel olaraq da, mükafat olaraq, deməli Mamed var, Əsədin işçisidir. Mamed Çakra, okey. Və bir dənə də, bunun 2 dənə nömrəsi var da Mamedin. Mamedi də bilmişəm, qardaş, mənə narahat eləmədə. Deməli, və bundan istifadə elədi. Böyük ehtimal, atmışam bloka, böyük ehtimal Mamedgilin bu sport zalını da hədiyyə olaraq onlara verdilər. Və yeri gələndə Mamedin özü də, məsəl üçün, məni ölkədən çıxarda bilsin deyə, dedi ki, hənəm, xaricdə artıq iş var. Bundan əvvəl də məni ölkədən çıxardmaq istəyiblər dəfələrlə. Yəni, bunlar hamısı cinayət izinin itilməyi ilə bağlı olan bir faktlardır. Deməli, Mamedə yerinə iş veriləndə oyuna soxdular Salihi, Kubinka kondisioner. Bu adamlar 2012-ci ildə, deməli, İlqardır, sonra bu bizim Faiq Ağayevdir, xüsusi xidmətdə oturan bu Üzləniraq Vahabidir. Bunlar üstüdə belə bir çirkin oyun qurdular. Atəşkəs Sığorta şirkətinin əməkdaşları ilə bir yerdə. Məni tələyə sala bilsinlər deyə. Yalandan ki, Faiq Ağayevi bıçaqlayıblar bəhanəsi ilə. Bu oyunun arxasında nə dururdu, nə üçün bunu qurdular, hələ də məlum deyil bu məsələyə. Və Salih yeri gələndə bunu təsdiq eləyir. Həmin o Kubinkada qalan. Yəni, bu adamlar, belə deyək də, hər hansı bir vətəndaşı tələyə sala bilsinlər deyə, ona oyun qura bilsinlər deyə, çirkin oyunlar qururlar. İndi mən özüm Sovetski arasında doğulub böyümüşəm. Bizdə Sovetskidə yeri gələndə əfsuslar olsun ki, cəzaçəkmə müəssisəsində olan adamları da tanımışam, türmə həyatı yaşayan insanları da görmüşəm mən. Onlarla münasibətim də olub, polis tanışım da olub, prokurorluq tanışım olub. Yəni, bütün sahələrdə mənim belə deyək, tanışlarım olub. Sağ olsunlar, xətrim də çox istəyiblər. Amma mən bir dəfə də olsun görməmişəm ki, özünü bu lota hesab eləyən, özlərini bu, nə bilim, arı uşaqları hesab eləyənlər polislə əlbir olub banda yaratsınlar. Mən belə şey hələ görməmişdim. Ələxüsus da ki, xüsusi xidmətin hər hansı bir əməkdaşı ilə belə bir banda yaratsınlar. Mən bunu da görməmişəm heç vaxt. Yəni, Sovetdə məndə olub böyümüşəm. Bizdə elə adamlara həddən artıq pis baxırdılar. Sözün əsl mənasında həddindən artıq pis baxırdılar. Yəni, bir adam polislə əlbir olub cinayət törədirsə, avtomatik ona, belə deyək də, çox üstünə yapışan, layiq olan, nə layiq sözlər deyirdilər. Mənim bir daha qeyd edirəm ki, mənim polis dostum da olub, mənim tanışım da olub. Yəni, mən bunu gizlətmirəm də, nəyə görə gizlətməliyəm ki? Mən kimlə istəyirəm, onda yoldaşlıq eləyirəm.
Mən onun adını çəkə bilmirəm indi hal-hazırda. Niyə? Çünki mən bu dəqiqə kimə salam verirəmsə, kimə salam vermirəm, bandatda lentexə promo qonurlar həmin adamın üstünə. Başlayırlar bunu təlimatlandırmağa, mənim düşmənimə çevirməyə, mənim əleyhimə çevirməyə. Mən heç kimlə insanın bu dəqiqə heç kimlə əlaqə saxlaya bilmirəm. Başda şərəf ləyaqətini itirmiş mənim atam olmaq şərti ilə. Yəni vəziyyət indiki vəziyyət budur. 102 xidmətinin Allah bəlasını versin. Bir daha deyirəm. Küllü miqdarda rüşvət alıblar. Qondarma Baş Kibet Cinayətkarlıq Mübarizə İdarəsinin arxasında duran şəxs eləməsi 102 xidmətidir. Və bunu etməklə narkotiklər dövriyyəsinin izini itirmək istəyirdilər. Hansı ki bu şəxslərin cinayətlərin əsas qolu narkotik dövriyyəsi idi. İranlı vətəndaşın Azərbaycana gətirilməyi idi və s. axır. Burada sual meydana gəlir ki, adama deyirlər ki, məsəl üçün, yaxşı ondan mənə nə? Məsələ nədən ibarətdir? Mən vətəndaş olaraq məni polis mütəmadi olaraq da, belə deyək də, məni təkraramiz tonda, məni alçaldıb həmişə mənə deyir ki, sən türmədə olmusan. Özdə dələduz statiyası ilə. Amma mən heç vaxt dələduz olmamışam. Heç vaxt olmamışam ha. Mənə təsir edən nədir bu məqamda? Nəyə görə bu təxribatçılar, İrana cəsus edənlər, xaricə məlumat ötürənlər, bir çox cinayətlər, insan alveri var burada. İlahi, nə qədər cinayət var bunların bu bandasında? Nəyə görə mənə təsir edən bir məqam var da? Mən o cinayət törətməyə. Mən cəsarət tapıb bütün işi boynuma götürə bilirəm. Tək. Düzdürmü? Eləmişəm belə yaxşı eləmişəm, əcəb eləmişəm. Bunlar isə öz törətdiyi cinayətləri öz boyunlarına almaq istəmirlər. Bax sual meydana gəlir niyə? Amma danışanda hansı birindən soruşaq, başlayacaqlar, kişi həyatı, lotu belə gəldi, oğrular belə getdi, namus, qeyrət, nə bilim nə. Saatlarla ancaq bunu danışacaqlar. Heç hərbi xidmətdə belə olmayıb, əskər forması belə giyinməyiblər. Amma soruşsaq, hamısı bilirsiniz nə? Ala bunlarda kimiləri yox deyə, qeyrət simvolları, namus, qeyrət simvolları, hamısı bunların avtoritet, çox belə təhlükəli insanlar, bunlardan yoxdur da qeyrət çəkən bilirsiniz necə, dəhşət. Amma bu dəqiqə hamısı başda Məhəmməd Paşazadə olmaq şərti ilə, Əl-Hüseyn Salaszadə, olsun Orxanlar, olsun Kənanlar, nə bilim, oğrusu, özünü oğru sayan, o birisi, bu birisi, hamısı sözün əsl mənasında gizləniblər özlərinə namus, qeyrət bildiklərinin, ana bacılarının yubqasının altında. Və mənim dediyim bu sözləri var, hamısı həzm eləyir. Başda Mirqafar Seyidov olmaqla, qanun rəisi olmaq şərti ilə. Çünki onların əsas havadarı Mirqafar Seyidovdur. Qəsdən suyu kəsirlər, qəsdən eləyirlər yalandır. Xarici kəşfiyyatın əməkdaşları da çoxsu. Cinayət epizodları itirməklə məşğuldurlar. Cinayət izləri itirməklə məşğuldurlar. Borc yığmışam xıttəyə qədər, heç harda işləyəmirəm. Qəsdən eləyirlər hamısını. Mən bunları bilirəm. Çünki niyə? Hal-hazırda cinayətkarların tərəfini saxlayırlar. Mən demirəm ki, məsəl üçün, nədirsə belədir. Mən xahiş edirəm, rica edirəm. Çox xahiş edirəm. Mən yenə deyirəm, mənim kimi şərəfsiz, alçaq, qorxaq, nə bilim, dünyanın ən mundar insanı mənəm. 8 milyard içərisində ən axırıncı insan mənəm. Mənim kimi bir qeyrət, bir namus yer üzündə yoxdur. Yalvarıram buradan, yalvarıram mən. Siz kişi olun da, siz belə qeyrətli olun da, ana bacılarınızı verməyin qabağa. Bacılarınızın yubqasının altında gizlənməyin. Ana namus qeyrət bildiyiniz pozğun analarınızın yubqasının altında gizlənməyin. Mən demirəm ki, 20 nəfər yığışın cinayət götürün boynunuza. Yəni bu qədər ad saydı. Məhəmməd olsun, Əl-Hüseyn olsun, Kənan olsun, Turalı olsun, İlqari adında bir qeyrət olsun, Bəhəddin olsun, Kürdaxanın cəhət çəkmə rəisi Elnur olsun. Yəni bu qədər insandan bir dənə mərd insan, qeyrətçi çıxmadı ki, bu qədər insanın geçsin bir Əbülfət Rızayevlə danışsın, götürsün kişi boynuna. Yəni olmadı bir nəfər belə namusçusu, qeyrətçisi, çoxlu kişi. Yoxdur. Amma Mirqafarın ailəsindən soruşaq, Mirqafar şeydən dəm vurur bizə. Seyidəm, bunların ailəsi kimi, bilək, təmiz ailə yoxdur. Bunlar huri mələkdirlər. Bariqa, dələduz, avantürist, saxta sənət düzəldən. Mənə təsir edən nədir? Əsl dələduzlar türməyə olmayıblar. Mən bu şərəfsiz ləyaqətsizlərə görə mən polis dairəsinə girə bilmirəm. Allah hamd olsun. Məsələn, maraqlı nədən ibarətdir? Mən gəlirəm polis dairəsinə, kompüter vuran kimi adım dələduz çıxır. Mənim həyatda, həqiqətən də olub dindi insanlıqda davad eləyərik, problem yaşayarıq, nə bilim, çox şey eləmək olar da həyatda. Amma mən həyatım boyu dələduz olmamışam. İş götürmüşəm boynuma, belə yaxşı eləmişəm, belə əcəb eləmişəm, əlimin içindən gəlib. Ay bir namuslar, ay bir qeyrətlər, ay gözündən görənlər,
Ay ana bacılarının gözünün qabağına qoyanlar. Bundan niyə istifadə elədiniz ki siz? Qondarma idarə yaratdınız Bakı Dəmir Yolu İdarəsini istifadə eləyərək. İndi mən şikayət eləyəndə oluram pis oğlan. Siz polislərlə bir yerdə band yaradıb narkotik standa olursunuz bomba oğlan. Bunun adını nə verək? İş verən, nə bilim, dələduz. Adam belə şərəfsizlik eləməz axı heç vaxt. Amma hansı birindən sorursaq, bunların hamısı biləcək. Bunlar belə dəhşətli, qeyrətli həyat yaşayanlar. Hamısı, nə bilim, imam övladlarıdırlar bunlar. Hamımız dələduz, avantürist, qorxaq, anabacı yubqası altında gizlənənlərsiniz. Vəssalam. Bir nəfərimizdə cəsarət olmadı. Bir nəfərdə o boyda bandat deyil. Bantizm. Baş şeydə bu cinayətkarlarla mübarizə, mütəşəkkil cinayətkarlarla mübarizə idarəsi. Bir nəfər mərdi mərdanə, kişi kimi gedib girərdim bir cənab general-mayor Əbülfət Rızayevin qəbuluna. Hər şey kişi kimi danışardın ona. Deyərdim, sənə qrupsa oğulsan da sən kişisən. Bu qədər insanı xilas elədin, öz cinayətləri tək götürdün boynuna. Hansı biri bunu elədi? Heç biri eləmir. Bir nəfər boynuna almır törətdiyi cinayətləri. Amma gedək hər hansı birindən soruşaq. Olsun yenə deyirəm, Turaldı, nə bilim, Bəhətdin, Kənanı, Orxanı, nə bilim, Binatkənin oğlu Amerikaya qaçdı getdi. Nə bilim, hansı birindən sor. Kənan Hacıyev olsun lap Mirqafar başda olsun ha. Bir nəfər boynuna almır. Amma danışanda hamı şeydən danışırlar. Kişiliyi belə gəldi, oğru həyatı belə getdi, filan bəsmçan şey belə getdi. Zərrə qədər olsun sizdə bunların heç biri yoxdur. Zərrə qədər olsun yoxdur ya bunlarda. Ana bacılarınıza hörmətiniz yoxdur. Namus qeyrət bildiklərinizə hörmətiniz yoxdur. Çünki özünüz namussuz qeyrətiniz yoxdur sizin. Ancaq fırıldaqla məşğulsuz, ancaq avantüriyayla məşğulsuz. Zərrə qədər olsun özünüzə hörmətiniz yoxdur. Mən Mirqafar Seyidovu Azərbaycan Daxili İşlər Nazirliyinin bir nömrəli avantüristi kimi tanıyıram. Fırıldaqçı kimi tanıyıram. Dələduzı kimi tanıyıram. Mənim o adama zərrə qədər olsun hörmətim yoxdur. Heç insan kimi heç onu saymıram da. Sən kimsən gəlib mənim aləmin içinə girirsən? Sənə bu ixtiyarı kim verir baxı? Amma danışanda hamı şeydən danışır. Bir dənə söz bilirlər. Kişi həyatı. Sizdə kişi həyatının 2 hərfi yoxdur sizdə. Bir namus həyatı deyim hə. Bir qeyrət həyatı deyim hə. Kişi nə də özünüzə deyirsiniz? Siz kişilər görməmisiniz həyatınızda. Belə şeylə eləmir. İnşallah ki tezliklə Mirqafar Seyidov 102-nin rəisi saxta idarə, saxta sənəd, küllü miqdarda narkotik dövriyyəsinin izinin itirilməsində iştirak edildiklərinə görə işlərindən azad olunub həbs olunanlar inşallah. Nəyə görə? Mən cinayət törətməyə, mənim həyatıma silinməyən damğa vura bilirsiniz? Bilmirsiniz? Allah canınızı sağ eləsin. Amma siz öz törətdiyiniz cinayətlərə görə, sizin qeyrətiniz, namusunuz çatmır ki, cavab verəsiniz. Çünki bir qeyrətsiz siz, gözünüzlə görənsiz siz. Analarınızın, bacılarınızın hesabına yaşayansınız siz. Zərrə qədər olsun namussuz qeyrətiniz yoxdur. Zərrə qədər dedikada oturan o üzdən İraq. Sözün əsl mənasında bir insanın nə qədər siyməsi olar? Adını kişi qoyub, avantür tula kimi düşüb ortalığa, gic-gic oyunlarla məşğuldur. Zərrə qədər olsun özünə hörməti yoxdur. Ərazidə Mahirlə Zəfər onu yediyi qələtləri örtbasdır eləməyə çalışırlar. Mənim də bu dəqiqə azadlığım əlimdən alınır. Amma yenə deyirəm, sual verəndə bir dənə söz deyəcəklər. Ya Fatimə Zəhra, ya nə bilim Hüseyn belə gəldi. Həzrəti Ömər belə dombaldı. Filankəs belə yıxıldı. Bizim yolumuz haqq yoludur. Sizin yolunuza tüpürüm mən. Tüpürüm sizin yolunuza. Sizin yolunuz var. Bir-iki dənə axmaq molla rejimi ilə yaşayan şeyxlərin sözlərini otub duran bir qrup axmaqdan başqa bir şey deyilsiniz siz. Səviyyəviz yox, savadınız yox, intelligensiya yoxdur. Şeyx Qamət. Şeyx Qamətin də tüpürüm qeyrətinə. Şeyx Qamət kimdir?